Suallar necə sürətli işləmək olar? Salam hörmətli izləyicilər. Bu gün sizə əvvəlki ilin buraxılış suallarından 11-ci sinifə dəstək üçün bəzi sualları izah etmək istəyirəm və bu sualları necə edək ki, daha sürətli işləyək. Müqayisə cədvəlinə əsasən doğru fikirlər müəyyən edin. Lazım şəkli, arzu şəkli və biz belə bir sxem, yəni cədvəl gördükdə bilirik ki, bu Venn diaqramıdır. Yəni fərqli və oxşar cəhəti var. Təsdiqdə işlənərsə də, inkarda işlənə bilmir lazım şəkli haqqında. Bu yanlış fikirdir. Çünki inkarda işlənə bilir lazım şəkli. İnkar şəkilsi qəbul edə bilmir. Məsələn, o gələsi deyil, bu inkardadır. Ona görə 1-i çıxırıq. 1 olan cavablarda avtomatik çıxsaq qalır 3 cavabımız. Gəlsəniz sözü bu şəkildədir. Xeyr. Gələsiniz, daha doğrusu gələsisiniz olsa lazım şəkli olsaydı, amma burada yazılıb gəlsəniz. Burada səniz ədatdır, gəl isə əmr şəkli olur. 2 də uyğun deyil. 2-lər də çıxsa qalır bir bəndimiz. Cavabımız oldu A bəndi. Bu qədər asan. Heç ardını oxumaya da bilərik. Amma tövsiyə edərdim ki, axıra kimi oxuyasınız imtahanda da. Çünki nəsə gözümüzdən qaça bilər. Kaş anar da gəlsin. Baxın, gəlsin burada arzu şəkli yox, əmr şəklidir. 3-ü də çıxırıq. İsə köməkçi sözü ilə deməli, işlənə bilmir. Arzu şəkli bəli. İsə köməkçi sözü ilə işlənə bilmir. 4-ü götürürük. Bu doğru fikirdir. Amma lazım şəkli uyğun deyil. Yəni, lazım şəkli işlənə bilir. İsə hissəciyinə cümləni feili xəbər olur. Hər ikisi bu da doğrudur. Hər ikisi məchul növdə işlənə bilir. Bu da doğrudur. Cavabımız oldu 4, 5, 6. Keçək digər suala. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gənc gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Burada bu cümlədə biz baxırıq ki, tabiri mürəkkəb cümlə haqqında cavablar var. Ona görə birbaşa biz baxaq. Tabirlidir, tabirsizdir, nə ilə bağlanıb. Xalqımızın mərd oğullar bu mübarizəyə qoşuldular ki varsa bilirik ki, tabiri mürəkkəb cümlədir. Və baş və budaq cümləni ayırsaq, ki olanda bilirdik ki, birincisi baş olur. Əgər birinci cümlədə yenicə, indicə, təzəcə sözü uyğun gəlmirsə, birincisi baş cümlədir. Bax, birincisi burada baş cümlədir. İkincisi isə budaq cümlədir. İndi cavablarımızı oxuyaq. Budaq cümlə, baş cümlə bağlayıcı ilə bağlanıb. Bəli, dedik bayaq, bu doğrudur. Sxemi çəkdik, B də doğrudur. Baş və budaq cümlələr müəyyən şəxslidir. Xalqımızın mərd oğulları qoşuldular. Qoşuldular kim? Xalqımızın mərd oğulları. Birinci cümlə müəyyən şəxslidir. İkinci cümlə xoşbəxt yaşasınlar kim? Nəsillər. Bu da müəyyən şəxsi cümlədir. Doğrudur. Həm baş, həm də budaq cümlə feili xəbərlidir. Qoşuldular, nə etdilər? Feili xəbər. Yaşasınlar, nə etsinlər? Feili xəbər. Bu da doğrudur. Y bəndi həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Hər iki növü deyəndə nə yadımıza düşür uşaqlar? Tabesizlik, bir də tabelilik əlaqəsi. Əgər hansı bir üzvlərindən ən azı 2 söz varsa, orada tabelik əlaqəsi var. Hər iki cümlədə tabelik əlaqəsi var. Amma biz baxaq tabesizlik əlaqəsinə. Tabesizlik əlaqəsi ya tabesi mürəkkəb cümlələrdə, ya da həmcins üzvlər, həmcins sözlər arasında olurdu. Birinci cümlədə tabesizlik bağlayıcısı yoxdur. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Burada ümumiyyətlə həmcinslik yoxdur. İkinci cümlədə isə gələcək nəsillər azad və xoşbəxt. Baxın, burada həmcins sözlər olduğu üçün Y bəndi yanlış olur. Çünki həm baş, həm budaq cümlədə yox, yalnız budaq cümlədə var. Hər iki əlaqə cavab oldu Y bəndi. Üçüncü sualımıza keçək. Uyğunluğu müəyyənləşdirin. Görürük, ismi birləşmə, feili birləşmə. Qəfildən səs eşidildi. Baxın, bu cümlədə ümumiyyətlə birləşmə, söz birləşməsi yoxdur. Ona görə A bəndini ümumiyyətlə cavablardan çıxaq. Hardadır A bəndi? B bəndində var. B bəndini çıxaq. Sonra A-nı biz görürük C bəndində. 2 bəndimiz çıxıldı. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Bu B hansına uyğun? Düşmənin çirkin niyyəti. Bu olur 1-ə uyğun gəlir. 1. 1B. 1B olmayanlarda çıxsaq, qalır 2 cavabımız. Sən bunu mu deyirdin? Burada da yenə söz birləşməsi yoxdur. Yəni C-də söz birləşməsi olmadığı üçün C olan cavablarda çıxsaq, yenə 2 bəndimiz qalır. Cəmiyə gedərkən uşaqlar yuxulu idilər. Cəmiyə gedərkən burada hansı birləşmə oldu? Feili birləşmə. Ona görə feili birləşmənin qarşısına biz D yaza bilərik.
Yəni 2D, 1B, 2D. Hər ikisində D var, yəni davam edək. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. Deməli, Y bəndində bu sərgidə sözü ismi birləşmədir, amma təşkil edilmiş sözü bir sözdür. Yəni bu birləşmə deyil. Burada ismi birləşmə olduğu üçün biz ismi birləşməsinin qarşısına yazırıq. Yəni 1BY. 1BY 2D. Cavabımız oldu Y bəndi.